İnformatika üstünə bölmə öyrənir. Hardware qurğuları haqqında da biz bu haqda danışmışıq. Software, daha doğrusu brainware, alqoritm haqqında da biz bu haqda danışdıq və bitdi. Software də bitir. Amma bizim növbəti, necə deyirlər, sınağımız artıq proqram təminatıdır. Proqram təminatı düz bizlə informatikanın sonuna qədər gedəcək. Çünki bu gündən sonra biz ancaq proqramlardan danışacağıq. Və bu dərsin, bax, qısa fraqment kimi göstərim. Bax, bu dərs başdan ayağa oxumaq və görürsünüz, nə boyda bir dərs. Görürsünüz, böyük bir dərsdir. Heç 2 üstə gələk 1 belə yoxdur. Ümumiyyətlə, hesablama bitdi. Bundan sonra hesablama görməyəsiniz. İndi bu dərs böyükdür, çətindir. İnanın ki, bu e, informatikanın bəlkə 3 dənə ən çətin dərsindən biridir. Bu, bunun pis tərəfi. Yəni, dərsin fərqində olmağınızı istəyirəm, məsuliyyətli yanaşmağınızı istəyirəm. Bəli, əzbərləməkdir. Amma bir dənə də yaxşı tərəf deyim ki, indi biz bu dərsi sizlə əl-ələ verib elə bir mükəmməl şəkildə öyrənəcəyik ki, sanki illərdir biz bu dərsi bilirik. Yəni, həqiqətən belə olacaq. Sadəcə diqqətlə qulaq asın, heç bir halda əzbərləməyə çalışmayın, heç bir halda əzbərləməyə çalışmayın. Sadəcə olaraq dediyim açar sözlərə, açar məqamlara, məntiqli gələn yerlərə diqqətlə qulaq asın, kifayətli dərs sizin cibinizdədir. Heç istəyirsiniz gedib sonra dərsə baxmayın. Amma diqqətlə qulaq asmaq lazımdır. Deməli, kompüterin proqram təminatı kompüterə lazım olan bütün proqramların toplusudur. Yəni, biz bir kompüterdə hansı proqramlardan istifadə edə biləriksə, yəni kompüterə yaza biləcəyimiz və yaxud ehtimal oluna bilən bütün proqramların hamısına proqram təminatı deyilir. Yəni, bu proqramlar vasitəsilə biz kompüteri proqramla təmin edə bilərik. Software qısası. Demək, salam. Deməli, bu proqramlar hamısı adlanır kompüterin proqram təminatı. Və kompüterin proqram təminatı 3 yerə bölünür. Təbii ki, bu bölünmə təsadüfi deyil. Deməli, sistem proqram təminatı birbaşa kompüterə lazım olan proqramlardır. Tətbiqi proqram təminatı insana lazım olan proqramlardır. İnstrumental proqram təminatı isə yeni proqram yaradan vasitələrdir. Bu haqda gələn dəfə danışacağıq. Proqramlaşdırma dilləridir. Bu heç. İndi biz sadəcə sistem proqram təminatı ilə tətbiqi proqram təminatının fərqinə baxaq. Demək olar ki, sualların əksəriyyəti bu ikisi arasında dəyişir. Çox sadə bir dənə sizə sual verim. Bax, mənim seçimlərimdən biri Word olsa, mənim yox, daha doğrusu kompüterin seçimlərindən biri Word olsa, biri də antivirus olsa, kompüter bu proqramların hansını özünə seçər? Yəni, hansı Word, kompüterə daha çox antivirus, lazımdır? Word, Yaxşı antivirus, fikirləşin. antivirus, Antivirus, bəli. antivirus lazımdır. Çünki belə deyək də, heç bir halda Word kompüterin işinə yaramır. Əksinə onun kürəyinə yükdür. Necə yükdür? Orada müəyyən qədər yaddaş tutur. O da işləməsinə mane olur. Ona görə də antivirus kompüterə Word-dən daha çox lazımdır. Heç ümumiyyətlə Word kompüterə lazım deyil. Word kimə lazımdır? İnsana lazımdır. Ona görə də bir kompüter, daha doğrusu bir proqram kompüterə lazımdırsa, bu proqrama sistem proqramı deyilir. Yox, bir proqram insana lazımdırsa, yəni insanın hər hansı bir işlərini görmək üçün ona lazımdırsa, bu proqram tətbiqidir. Yəni biz burada tətbiq işlərimizi görürük. Sizcə oyun proqramı sistemdir yoxsa tətbiqi? Tətbiqi. Tətbiqi, Ayşə olun. Sonra tərcümə proqramı. Tətbiqi. tətbiqi, Ayşə olun, tətbiqi. Hər hansısa bir əməliyyat sistemi, məsəl üçün Windows 10. sistem proqramı, Tətbiqi. Yox, sistemdir. tətbiqi, Sistemdir. Niyə sistemdir? Çünki kompüter Neyman demişdi. Proqram Kompüterə lazım. olmadan bəli, işləyə bilməz. Bu proqram deyil, əməliyyat sistemidir. Bəli, bu artıq kompüterə lazım. Hətta burada sizə bir dənə açar söz, əməliyyat sistemi sözündəki sistem sözü. Sistem. Bu sistem. Bura qədər Mən sualınız. hansılarına tətbiqə aid idi, onu tam anlamadım. Tətbiqini biz əslində bugün keçmirik. Tətbiqi insana lazım olan proqramlardır. İnsana. İndi biz bunları gələn dəfə keçəcəyik. Çünki biraz böyük dərsdir, məcbur 2 yerə bölürük. Gələn dəfə bir-bir danışacağıq ki, hansı proqramlar tətbiqidir. Qısası tərifi belədir. İnsana lazım olan proqramlar.
Sizcə mühasibat proqramı insana lazımdır yoxsa kompüterə? İnsanın İnsan. Aysa, onda nə olur? Təşviqi. tətbiqi. Yox, Tətbiqi. bu qədər sadə. Bax, söhbət bundan gedir. Belə-belə xırda-xırda, addım-addım yanaşacağıq bu dərsə. Əks halda bu dərsə belə yalandan açıb mən buradan danışsam, hə bu budur, bu budur, bu budur, inanın ki, bunu öyrənmək mümkün deyil. Amma bu dəqiqə bunu mənim tələbələrim çox qəşəng şəkildə bilir. Çünki tamam fərqli bir metodika ilə yanaşmışıq. O metodikada bizi bu işin içindən çıxardıb çox şükür ki. Eyni şey sizin üçün də olacaq. Bəli. İndi başladıq birinci sistem proqramlarına. Bax, buradan bu tərəfi, tətbiqi tərəfi qalır. Bu dəfəki biraz çətindir. Gələn dəfəki 2 vur 2. Sistem proqram təminatı heç bu da çətin olmayacaq. 2 yerə bölünür. Baza proqramları və servis. Yenə də bax, özümüz araşdırırıq, məntiqlə baxırıq. Baza bir şeyin olmazsa olmazıdır, yoxsa olmasa da olar? Olmazsa olmazdır. Olmalıdır. Aysa olmazsa olmazıdır. Yəni baza olmasa sanki olmaz. Ona görə bu proqramlar bölünüb baza tərəf. Servis proqramları isə kompüterə əlavə nə göstərir? Servis sözü mənası nədir? Xidmət göstərir. Elə testdə belə də düşür. İndi gəlin birinci bu baza proqramlarına baxaq. Bax, bu baza proqramlarına baxaq. Burada var əməliyyat sistemi, əməliyyat örtüyü, şəbəkə əməliyyat sistemi. Belə çıxır ki, bütün baza əməliyyat üçün yaradılır. Yəni, bütün baza proqramlarının adına nə var? Əməliyyat söz. Görürsünüz? Bu birinci açar söz. İkinci, əməliyyat sistemi nədir? Niyə var? İndi birazdan aşağıda danışacağım. Bir dənə yadda saxlayın ki, bütün əməliyyat sistemləri kompüterin işini idarə edir və bütün bazada adında əməliyyat var. Keçdim servis Tamam proqramı. müəllim. Necə? Salam müəllim. Salam sana. Demək, servis proqramında açar sözü xidmətdir. Yəni, xidmət göstərir. Kompüterin diaqnostika proqramları. Bu proqramdan biz bir dənəsi haqqında danışmışıq. BIOS. Kimin yadında qalıb? BIOS nə iş görürdü? Kompüter işə düşəndə kompüterin Windows. bütün qurğularını testdən keçirirdi. Bəli, yoxlayırdı. Antivirus proqramları yenə də kompüterə lazımdır. Çünki kompüteri viruslardan qoruyur. Utilitlər, danışacağım bunlar, diskdən və fayllara xidmət göstərir. İndi bir dənə sual verə bilərsiniz. Ay müəllim, niyə baza, niyə servis? Yəni, bunlar arasında fərq nədir ki, bunu iki yerə bölürlər? Olmazdı ki, ikisi də servis olsun. Olmazdı ki, ikisi də məsəl üçün baza olsun. Yəni, bazanın və ya servisin bir-birindən fərqli özəlliyi nədir ki, bunu iki yerə bölürlər? Baxın, düşünün. İndi bir dənə də sual verirəm. Bir dənə kompüteriniz var. Bu kompüterin iki dənə proqram seçmə şansı var. Biri əməliyyat sistemidir, biri antivirusdur. İndi hansını seçər? Əməliyyat Əməliyyat sistemi. Ay, sağ olun. Çünki əməliyyat sistemi yoxdursa, birincisi sənin kompüterin dəmir parçasıdır. Mənim kompüterim dəmir parçasıdırsa, yəni bu işləmirsə, bunun ruhu yoxdursa, mən antivirus ara yükləyim. Bax, görürsünüzmü? Əgər iki dənə proqramdan biri tətbiqidirsə, bunu heç müqayisə eləmirsən. Bu insana aid. Proqram sistemidirsə, baxırsan, hansı kompüterə birinci növbəli lazımdır. Birinci növbədə lazım olan, bəli, olur baza. İkinci növbədə lazım olan olur servis. Ona görə əməliyyatla bağlı bütün bu işlər birbaşa baza proqram təminatıdır. Digərləri isə əlavə xidmət göstərir. Ehtiyac olandan olana. Yəni, bizim kompüterimiz hər gün əməliyyat sistemindən istifadə edir. Amma hər gün antivirusdan istifadə edəmir. Hər gün kompüterimiz yoxlamırıq. Hər gün disklərdə faylları məsələn, sıxmırıq və s. eləmirik. Kimin bura qədər sualı var? Sualınız var? Müəllim, amma belə bir şey də var ki, düşünürəm məncə birinci BIOS işə düşür, sonra digər. Nə? Yox, söhbət burada tək BIOS-dan getmir. Burada çox proqramlar var. BIOS-u da ora aid eləyə bilər, yəni yoxlama proqramı. İndi deyirsən ki, BIOS işə düşür. Yaxşı, bu əməliyyat sistemi sənin kompüterində yoxdursa, ümumiyyətlə kompüter açsa bilər? Yox. Xeyr, müəllim. BIOS əməliyyat sisteminin içində gəlir. Mən bilirəm, sən deyirsən ki, yəni birinci BIOS yüklənirsə, BIOS əməliyyat sisteminə daha vacib. Bəli, bəli. Əslində vacib deyil, yox.
Əslində yenə əməliyyat sistemi olsa, ümumiyyətlə kompüter aparın tullayın. Adi dəmir parçası. Əməliyyat sistemi ondan daha vacibdir. İndi başladıq. Heç nə, sistem proqramı kimə lazımdır? Kompüterə. Bunu bildik. İndi başlayırıq birinci əməliyyat sistemlərindən. Baza proqramlarının 3 dənə qolundan biri olan əməliyyat sistemləri. Yəni bilirsiniz ki, kompüter alanda yenə də deyirəm, mütləq şəkildə lazımdır ki, ora birinci biz əməliyyat sistemi yazaq. Əməliyyat sistemi kompüterin ümumi işini idarə edən proqrama deyilir. Əməliyyat sistemi olmasa heç bir Word-ü, Excel-i, Power-i, yəni heç bir tətbiqi proqramların işləməsi üçün əlverişli mühit olmaz. Birinci əməliyyat sistemi, sonra digər proqramlar. Amma sizə bir dənə belə bir qəbul sual verim. Sizcə birinci əməliyyat sistemi yüklənir, yoxsa BIOS yüklənir? BIOS. Ay, sağ olun. Bu qəbul sualı. Birinci BIOS yüklənir. Baxır görür problem yoxdursa, ardınca əməliyyat sistemi yüklənir. Aha, əla. Bu gördüyünüz, aşağıdakı bu gördüyünüz proqramlar əməliyyat sistemi adlanır. Bunlar. Bunları biz əzbər bilməliyik. İndi o dəqiqə necə deyək, yelkənləri indirmirik, pes etmirik ki, nə qədər burada proqram var. Bir baxırıq, görək nə var burada. Məsələn, MS-DOS qoydum bura. Android tanıyırıq. Tanıyırıq. Sonra Windows-u tanıyırıq. Tanıyırıq. Sonra burada iOS-u tanıyırıq. Tanıyırıq. Yerdə qalanları və yaxud ümumiyyətlə sayıram. Bax, MS-DOS, Windows, Unix, MacOS, Linux, bu OS ailəsidir, Solaris, QNX, iOS. Sizcə burada oxşarlıq var yoxsa yox? Var. Hamısı qafiyə şəklindədir əməliyyat sistemləri. Bir dənə Netware və Android. Android düşünürəm hamı tanıyar, əməliyyat sistemidir. Bir də Netware qalır. Netware-də şəbəkə əməliyyat sistemidir. Bu netdən yadda saxlayın. Bunların indi biz yavaş-yavaş keçirik. İnşallah ki, vaxt gələcək, yəni 1-2 dərs sonra. Mən sizə quiz şəklində verəcəm bunları, elə bir yerdə işləyəcək. Siz yazasınız, sonra oturub bir hamısını izah edəcəm əməliyyat sisteminin. Yəni bunun üstündə biraz əsəcəyik. Amma bu dərsi digərlərindən də yaxşı öyrənəsiniz. Yenə də deyirəm, bax bu şeylər sizi qorxutmasın. Əzbərləmələ yerlər var, əzbərlənəsi. Sadəcə hamısı bir qafiyə şəklindədir. İndi keçdik şəbəkə əməliyyat sistemlərinə. Deməli, əməliyyat sistemi ilə şəbəkə əməliyyat sisteminin fərqi nə idədir? Hər ikisi əməliyyat sistemidir. Hər ikisi kompüterin işini idarə etmək üçün. Amma şəbəkə əməliyyat sisteminin bir özəlliyi var ki, şəbəkə qurulan zaman biz şəbəkə əməliyyat sistemini istifadə etməliyik. Ümumiyyətlə, şəbəkə 2 və daha artıq kompüterin belə bir-birinə bağlanmasına deyilir. Yəni, bir-birindən informasiya mübadiləsi etməsinə deyilir. Yəni, burada məsləhət görünür ki, əgər sən şəbəkə qurmursansa, o kompüterlərin əməliyyat sistemi şəbəkə əməliyyat sistemi olmalıdır. Deməli, baxın, aşağıdakılar şəbəkə əməliyyat sistemidir. Yəqin ki, bilirsiniz də, bu şəbəkə ingilisində net deməkdir, network. Bir də biz şəbəkə dərsi keçəndə mərkəzdə bir kompüter olur. Bu kompüter başqa bütün kompüterlərə məlumatlar ötürür. Bu mərkəzdəki kompüterə deyilir server. Yəni, şəbəkənin bir nömrəli sütunu demək olar ki, serverdir. Başdınız. Görüm ki, nə yazım bura. İndi onu deyəcəm də, baxın. İkisində Linux var, bəli, olmalıdır. Niyə olmalıdır? Baxın, bir daha deyirəm, hər ikisi istər adi əməliyyat sistemləri, istər şəbəkə əməliyyat sistemləri. Hər ikisi əməliyyat sistemidir. Bu da əməliyyat sistemidir, bu da əməliyyat sistemidir. Sadəcə olaraq əməliyyat sistemlərinin içində olan bəziləri həm də şəbəkədir. Məsəl üçün deyirəm, Windows-a baxın, Windows adi əməliyyat sistemidir, amma bunların içində yoxdur. Amma Unix həm əməliyyat sistemidir, həm də şəbəkə əməliyyat sistemidir. Onda belə bir ifadə işlədirəm, görün düzdür yoxsa səhvdir. Bütün əməliyyat sistemləri həm də şəbəkə əməliyyat sistemidir. Səhvdir. Səhvdir. Bəziləri olmur axı. Bəs bütün şəbəkə əməliyyat sistemləri həm də əməliyyat sistemidir. Bəli. Bəli. Hey, o da səhv. O da səhv. Bu düzdür, bəli. Olmadı. Baxın, yenə deyirəm, ümumi olaraq hər ikisi əməliyyat sisteminin içində gedir, ümumi. Amma bu ümuminin içindən bəziləri çıxıb kənarada, bunlar deyir ki, biz şəbəkədə də istifadə oluna bilərik. Ona görə deyirik ki, bütün hamısı şəbəkə olmur.
Amma şəbəkədə olanlarda elə yuxarıdan gəlmir ki, bunlarda, buradan gəlirlər də. Onda hansı daha böyük çoxluqdur? Əməliyyat sistemi daha böyük çoxluqdur, yoxsa şəbəkə əməliyyat sistemi? Əməliyyat. Ay, sağ ol. Əməliyyat. Əməliyyat. Əməliyyat sistemi bir A çoxluğudur. Bu çoxluğun da A çoxluğu B-dir. Bax görürsünüz, bütün A-dakilər B-də yerləşməsə də, amma bütün B-dəkilər A-da yerləşir. Belə bir məsələ. Şəbəkə əməliyyat sistemlərini öyrənmək də elə də çətin deyil. İndi bir zaman öyrənəcəyik inşallah bunu. Baxın, şəbəkə əməliyyat sistemini öyrənmək üçün bir-iki dənə ipucularımız var. İpucularından biri, məsəl üçün IBM LAN. İnşallah ki, keçəndə görəsiniz. LAN, Local Area Network deməkdir. Bu şəbəkə deməkdir. Bizim lokal şəbəkə dərsimiz var, elə adı belədir. Local Area Network. Sonra, server sözünü harada gördünüz? Server elə bir ki, ana kompüterə deyilir. Öz məlumatlarını şəbəkə vasitəsilə başqa kompüterə ötürür. Sonra burada nədən tutarsınız? NT, Network. Sonra Unix və Linux. Bax, bunlara qardaş kimi baxın. Bu qardaşlar hər ikisi nədir? Şəbəkədir. Novel Netware. Yenə burada net sözü var. Solarisdə uşaqlara demişəm, belə yadda saxlayın, ən misalda. Solarisdəki bu şığını, sığını şığ kimi görürlər. Bax, dəqiq. Şəbəkə olanda bu. Bunlar da oldu bizim şəbəkə əməliyyat sistemlərimiz. İndi dərsin axırında sizə 5 dənə test göstərəcəm. Bu 5 testin 5'ini düz yazasınız, narahat olmayın. Növbəti, əməliyyat örtükləri. Ümumiyyətlə, baxın, sizə belə bir şey izah edeyim. Əvvəllər bizim Microsoft adında belə bir, daha doğrusu MS-DOS adında bir əməliyyat sistemimiz var idi. Günümüzdə Linux-da elə işləyir, Unix-də elə işləyir. Biz göstərim bunu sizə, baxın. Qara ekran gəldi sizə də. Bəli. Aha. Düşünün ki, bu əməliyyat sistemini işlətmək üçün biz ancaq kodlardan istifadə etməliydik. Götürüb, məsəl üçün, hər hansı bir fail yaratmaq üçün kodunu yazmalısan. Hər hansı bir faili silmək üçün kodunu yazmalısan. Təbii ki, bu iş çətin işdir. Neynədilər? Götürdülər bu qara ekranın üzərinə təxmini izah edəndə, yəni ehtiyac yoxdur, biz IT mütəxəssisi deyilik, helpdesk mütəxəssisi deyilik, yəni biz bunları dərindən bilməyə ehtiyac yox, sadəcə bənzətmələrlə öyrənməliyik bunları. Bəli, götürürlər bu qara ekran üzərinə, elə Python'da da belə kodlardır. Bu qara ekran üzərinə əməliyyat örtüyünü yazdılar. Vəziyyət dəyişdi, oldu belə. Sizcə işimiz asanlaşdı, çətinləşdi? Asanlaşıb təbii ki. Mən bayaqdan durub 1000 dənə, 2000 dənə kodu əzbər bilməliyəm. İndi kod bilməyimə ehtiyac yoxdur. Ürəyim nə istəyirsə üstündə vururam, açılır. İndi, əgər əməliyyat örtüyü mənim işimi asanlaşdırırsa, əməliyyat örtüyünün tərifi müsbət yöndə olmalıdır, mənfi yöndə. Çünki testdə bu bizə lazımdır. Müsbət. Bəli. Onda bax, əməliyyat örtüyünü özünüz gözünüzdən gördünüz neynədiyini. Tərifini oxuyuram. Deyir ki, əməliyyat sistemlərinin çatışmayan cəhətlərini, yəni nəyi, o qara ekranı öz üzərində saxlamaqla istifadəçilərə, yəni bizə fərqli və daha əlverişli interfeys sözü də əlaqə deməkdir. Daha əlverişli əlaqə təmin edir. Bu qədər sadə. Yəni, bu da ardınca yazıb ki, istifadəçiləri, əməliyyat sistemlərinin əmrlərini dərindən bilməkdən azaddır. Yəni, artıq sən kodu falan o qədər dərin bilməyinə ehtiyac yoxdur. Hə, indi bəs bu əməliyyat örtüyü proqramları hansılardır? Yenə də əzbərləmirik, yenə də məntiqinə varırıq, düşünürük ki, bu proqramların adında niyə bu şeylər var? Məsələn, 2 dənə proqram, Windows Commander, Norton Commander, hər ikisi əməliyyat örtüyü. Gəlin, baxaq niyə? Çünki fərqi yoxdur. Sən Word proqramını açmaq üçün istəyirsən müəyyən bir kod yaz. İstəyirsən Word proqramını, bax, buradakı piktoqramına vuraraq. Hər iki halda siz kompüterə nə vermiş olursunuz? Command vermiş olursunuz. Yəni nə? Əmr. Komanda. Əmr. Ay, sağ olun. O qara ekran Norton komandordur. Bu gördüyünüz bayaqki göy ekran Windows komandordur. Hər ikisi örtüydür. Biri çətin, biri asan olsa da bunların ortaq xüsusiyyəti əmr verməkdir. Bu bir. Növbəti gəlir DOS navigator. Bax, dediniz ki, örtüklər sizin işinizi asanlaşdırdı.
Mən bunu naviqasiya sistemlərinə bənzədə bilərəm, yoxsa yox? Bilərəm. Çünki bir növ iş asanlaşdırda yol göstərir. Naviqasiya Bence sözü elə oradan etmem. gəlir. Bəli, Aysa navigatora bənzədir. Çünki sizi qaranlıq bir yerdən, elə belə də yadda saxlayın, qaranlıq bir yerdən sağ olsun gətirdi, çıxartdı işıqlığa. Bir növ elə navigator üçün bir şeydir. Növbəti X-Spray Gold burada qızıl örtü kimi, yaxud da qızıl üzlü kimi yadda saxlaya bilərik bunu, X-Spray Gold'u. Qızıl örtü. PG Shell'i də biz nəyə bənzədəsiniz? Şal eşitmişsiniz də yəqin. Şal, örtü. Yadda Evet. saxlamaq olar şalla. Su. Şal, örtü elə eyni şeylərdir. Su. Bu da belə. Yadınıza qalarmı? İnşallah. Bəli, bəli. Bəli. Belə. İndi davam edirik. Kompüterin diaqnostika proqramları. Biz bitirdik ya. Bax biz qayıdım geri. Nə etdiyimizin fərqində olaq. Bax biz sistem proqram təminatının baza hissəsini, yəni adında əməliyyat olan hissəni bitirdik. Əməliyyat sistemlərinə danışdıq. Dedik ki, X-la, S-lə bitir. Əməliyyat örtüyündən danışdıq. Dedik ki, işimizi asanlaşdırır. Şəbəkədən danışdıq. Dedik adında NT olur, server olur və şəbəkədə istifadə olunur. İndi keçdik servisə. Birincisi, yenə deyirəm, servisin açar sözü xidmət göstərməkdir. Deməli, servis proqramlarında birinci gəlir kompüterin iş qabiliyyətini diaqnostika proqramları. Yəni, əmin ola bilərsiniz ki, biz qəbula qədər, hətta qəbulda belə qabağınıza çıxsa BIOS çıxacaq. Hansı ki, keçən ilin qəbul sualıdır. Bax bu. BIOS. BIOS nədir? Bir daha xatırladıram. Siz kompüterin power düyməsinə vurub yandıranda əməliyyat sistemindən qabaq sanki oyanan bir proqram var. Bu proqramın adı BIOS-dur. Açılışı Basic Input-Output sistemidir. Yəni, input-output giriş-çıxışın baza sistemidir. Elə bil ki, bu bir axrandır. Elə bil ki, bu bir mühafizəçi. Durub girişdə, girənə çıxana nə edir? Nəzarət edir. Kompüterin düyməsini vurub yandıran kimi BIOS düşür işə. Bu kompüterin içində yerləşən bütün qurğuları testdən keçirir. Əgər heç bir problem tapmasa, görsə ki, yox, şərait yaxşıdır, problem yoxdur, əməliyyat sistemini xarici yaddaşdan götürür və atır RAM-a. Çünki biz demişdik ki, bizim bütün informasiyalarımız xarici yaddaşda saxlanılır. Nə vaxt ki, aktiv eləsək, aktiv proqramlar da RAM-a düşür. Bax, bu oldu BIOS-un tərifi və qəbulda belə bir sual düşmüş ki, birinci BIOS yüklənir, yoxsa əməliyyat sistemi. Təbii ki, BIOS hamısını yoxlayıb, sonra əməliyyat sistemini işə buraxırsa, onda birinci BIOS yüklənir. Antivirus proqramları. Yəni, hər birimiz çox yaxşı bilirik ki, virus kompüterə ziyan vuran, kiçik ölçüyə malik olan proqramlardır. Yəni, virusların özü də bir proqramdır. İndi biz virusu öyrənməzdən qabaq, daha doğrusu antivirusu öyrənməzdən qabaq birinci virusu bilməliyik. Necə deyərlər, düşmandan qorunmağın ən yaxşı yolu o düşmanı tanımaqdır. Virusun nə olduğunu bildiniz, düzdür? İndi virusların necə təsnif olunmasından danışacağıq. Kompüter virusları əsasən belə təsnif olunur. Yenə də özünüzü təşvişə salmırsınız. Məntiqlə yanaşıram. Birinci, yaşayış mühitinə görə. Bax, məsəl üçün, bir virus ən çox yaşaya bilər faylda. Yəni, məsəl üçün, bir də görürsən, kimsə deyir ki, mənim kompüterimə virus düşür. Nə olub? Filan faylım öz-özünə itib. Filan faylımın nə bilim, adı dəyişir. Nə bilim, məlumatlar öz-özünə silinir. Deməli, virusun bir nömrəli yeri fayldır. Fokuslanır fayla. Testdə də fokuslanırsınız fayla. Ay müəllim, niyə fayla? Çünki sən buradan bir dənə faylı tapanda avtomatik bu fayl səni digər fayla aparacaq. Fayl yükləmə. Avtomatik yükləmə səni gətirəcək bu yükləməyə. Bir də baxasdan ki, sanki bunlar birləşib nə əmələ gətirdi? Şəbəkə. Bu qədər sadə. İndi digərlərini də izah edeyim. Prosta o sizə lazım deyil. Lap izah eləyək. Məsəl üçün, fayl virusları fayllarda yaşayır. Bir dəqiqə. Deməli, deyəsən bizim də PDF-də virus düşüb. Adını çox çəkdik gəldi. Bir dəqiqə bunu yeniləyək. Kompüter səhərdən işləyirdi ya, biraz arada belə şeylər olmuş. Deməli, baxın. Bir dənə faylı tapırsınız. Fayl virusları fayllarda yaşayır. Yükləmə virusları nə vaxt ki, siz internetdən, hər hansı bir yerdən nəsə yükləyirsinizsə, diskinizin yükləmə sektorları var. İnşallah sektor keçində görəsiniz. Gələndə keçəcəyik. Diskdə yerləşən yükləmə sektorlarında yaşayıblar adı üstündə.
Bəzi viruslar həm faylların içində, həm də diskin yükləyici sektorlarında yaşayırlar. Bəzi viruslar da şəbəkədə olur. Yəni iki kompüterlə bir-birini əlaqələndirən kimi sənin kompüterinin virusu yoxdur. Bu bunun belə deyək də elmi hissəsidir. Bizə bunu testdə yazmağı bacarmaq lazımdır. Mən də qaydasını dedim. Fayl yükləmə, şəbəkə. İkinci nə gəlir? İkinci gəlir yaşayış mühitinin yoluxdurma üsuluna görə. Bu bizim yaşayış binalarımız var. Onlara nə deyirlər? Residence. Eşitmişsiniz bu sözü? Bəli, Yəni bəli. ki, eşitmişsiniz, bəli. Yaşayış mühitini, yəni orada bir yaşayış üçün əlverişli bir mühitdir, yaşayış üçün bir yerdir. Bəli, orana bənzədirir rezident, qeyri-rezident. Sizcə oranın daimi sakini rezidentdir, yoxsa müvəqqəti sakini rezidentdir? Daimi sakini. Daimi. Ay sağ olun. Ona görə əməliyyatdaşda daimi yerləşən virusa deyilir, daha doğrusu proqrama deyilir. Rezident proqram, müvəqqəti yerləşən virusa, nə bilim, proqrama deyilir qeyri-rezident proqram. Bu qədər sadəcə bu qeyri sözündən onun müvəqqəti olduğu aydın olur. Bu da belə. Destruktiv imkanları. İngilis dilində səhv etmirəmsə bu söz destroy yoxsa destruction. Bu söz belə bir söz var. Dağıtmaq sözüdür. Yəni onsuz da bu viruslar ziyan vurur. 100% ki, virus varsa burada ziyan vuracaq. Amma baxın hansı səviyyədə bu, hansı dərəcədə ziyan vurur. Destruktiv imkanları onun vurduğu ziyanın dərəcəsini bildirir. Yəni dağıdıcılığın hansı səviyyədə olduğudur. Ziyansız, təhlükəsiz, təhlükəli və çox təhlükəli ola bilər. Alqoritmik xüsusiyyət. Bax, təzə keçmişik alqoritmi. Hətta demək olar ki, iki dəfə üstündə qaldım. Bir dəfə özü, bir dəfə testi. Alqoritm özünüz də gördünüz ki, hər hansı bir problemi həll etməyə yoluna deyilir. Yəni biz gündəlik həyatımızda o qədər problemlərlə üzləşirik ki, amma onlar üçün bir həll yolu tapırıq və həmin həll yoluna alqoritm deyilir. İndi bir həkim düşünün, bu həkimin alqoritmi təbii ki, yaxşıdır da, insanları sağaldır, onları müalicə edir, onlara bir əlac olur. Bir qatil düşünün, bu qatilin alqoritmi müsbət yöndə deyil. Yəni, hakimin alqoritmi, gördüyü işləri həll eləmək üsulları müsbət yöndədir, amma qatilin alqoritmi müsbət yöndə deyil. Hər bir halda ikisi də bir yolla nəsə eləyir, amma biri mənfidir, biri müsbət. O ki, qaldı virusa, virus da belədir. Virus onsuz da kompüterə ziyan vuracaq. Amma baxın necə ziyan vurur. Bax, fikir verin, cinayətkar ümumidir. Yəni, bütün hər şey cinayətdir. Bunun üzrə qatili var, oğrusu var, təcavüzkarı var və s. var. İndi, virus da ümumidir əslində. Prosta viruslar özləri də bölünür. Yəni, cürbəcür viruslar var. Hamısı nə edir? Ziyan vurur. Və viruslar hər biri xüsusi ziyanlar vurur. Məsələn, biri makrovirusdur, bir başqa cür ziyan vurur. Biri polimorfdur, başqa cür ziyan vurur. Nə bilim, kompanyondur, tələbədir, virusdur, soxulcan, troyan və s. Görürsünüz, alqoritmik xüsusiyyət, alqoritm üsul deməkdir. Virusun hansı üsulla ziyan vurması deməkdir. Gəlin, baxaq. Baxaq ki, biz bunları, bu qədər şeyi əzbərləməliyik, yoxsa asar sözlərlə bunları, necə deyirlər, nöqtə atışı ilə birbaşa yadda saxlamaq olar. Bəli, olar. Necə? Makroviruslar əsasən Microsoft Office proqramlarına yoluxur. Məsəl üçün, Word faylıdır, Excel faylıdır. İndi Office proqramına keçində görəsiniz. Yadda saxlamaq üçün burada bir dənə açar söz, makro sözü ilə mikro sözdür. 100 dənə test verirsə, bu içindən o dəqiqə görünür. İkinci gəlib polimorf viruslar. Fikir verin, bunun böyük bir tərifi var. Bu boyda şeyi əzbərləməkdənsə nə edir? Bilmirəm, bilirsiniz ya yox, morf sözü forma deməkdir. Heç olmasa morfologiya sözünü yadınıza salsaq, morfologiya sözün Azərbaycanda quruluşundan bəhs edir. Morf formadırsa, bəs polimorf nə olar? Çox formalı. Poli sözü bilsə çox deməkdir. Morf formadır, polimorf çox deməkdir. İndi sizcə bir virusun forması, yəni görülmə şəkli həddindən artıq polidirsə, yəni çoxdursa, onu tapmaq asandır, çətindir. Çətindir, bəli. Ay sağ ol, çətindir. Ona görə burada bir dənə açar söz var ki, polimorf virusları axtarıb tapmaq biraz çətindir. Yəni öz axtarışını əngəlləyir, imkan vermir tapasınız.
Bu belə. Bax, video dərslərində çalışın ki, qeyd götürürsəz, bu açar sözləri bir-birinə əlaqələndirib altından xətt çəkin. Yəni, bu belə tərifi oxumaya ehtiyac yoxdur. Steal sözünü bənzədin stil sözünə. Steal, bu oğru deməkdir də, səhv etmirəmsə. Oğurlamaq elə aldatmaq sözü ilə bir növ sinonim kimi bir şeydir. Oğurlamaq, aldatmaq. Kompanyonu görün, nə boyda tərif var? 5 sətir. 5 sətir tərifi bugünkü gündə heç kim oturub əzbərləməz. Amma kompanyon sözünü mən bənzədərəm nəyə? Əslində bir mənası ilə şərik deməkdir, ortaq deməkdir. Prosta o qədər dərinə getmirik. Kompanyon sözünü bənzədərəm kopyalamaq sözünü. Kopyalamaq bir şeyin sürətini çıxartmaqdır, yoxsa bir şeyi kəsməkdir. Sürətini yaymaq. Ay, sağ olun. Sürətini Kopyalamaq çıxartmaq. elə sürətini yaymaq deməkdir. Kopyalamaq deməkdir. Söz. Bu da yazıb, bax, sürətini yaymaq. Qalan bütün sətirlərin üzərindən xətt çəkirsiniz. Heç bir lazım deyil. Tələbə. Bu çox asandır. Tələbə adı üstündə sadəcə olaraq o bizim məndə atmaz, məndə atmır. Yəqin internet yox. Tələbə adı üstündə həvəskar tələbələr tərəfindən yaradılıb çoxlu primitiv səhvləri var. Soxulcan virusları indi bizim Edi Company kitabında qeyd olunub, bu dərsdə də qeyd edin. Bax, açar söz kimi düşsə yayılır sözü ilə düşəcək. Bax, belə, yayılır. Yəni, adını bu soxulcan həşəratını, bilməm, həşərat deyilir, qurd deyilir ona. Onu yalan deməyim. Soxulcan həşəratını və soxulcan qurdundan götürür. Çünki onlar da torpağın altına yayıldığı üçün bu viruslara kompüter düşən ki, başlayır yayılmağa. Troyan. Məşhur Troya müharibəsindən götürüb adını. Bilmirəm, kinoya baxmısınız yoxsa yox. Troyada necə idi? Şəhəri ələ keçirmək üçün şəhərə gecə, daha doğrusu gecə yox, ümumiyyətlə gecə, günün günorta vaxtı. Ay, sağ olun. At göndərirlər, sən demə atın içi dolu bir əskər imiş. Bunlar da bu atı hədiyyə olaraq qəbul edir, amma gecə vaxt əskərlər atın içindən çıxıb bütün şəhəri alırlar, mühasirə edir. Bax, eyni cür o şəhərdə baş verən hadisə kimidir Troyan virusu da. Gəlir, sən özün də bilmədən, nə bilim, bir failin içində, kimsə sənə bir nəsə yaxşılıq edib, bir nəsə göndəribsən, onun içində sənin kompüterin yoluxur. Bir də görürsən ki, kompüter tamamilə o şəhər kimi keçdi başqasının dərəsi. Bax, ona görə deyirik ki, Troyana yoluxubsa, artıq kompüter sənin deyil, oldu başqasının. Parazitdəki elə kompanyon kimi parazitlər də öz sürətlərini kopyalayırlar. Yəni, bunların da açar sözü öz sürətlərini yayır. Bir dənə burada fərq ola bilər. Kompanyonlar diskləri dəyişmir, amma parazitlər diskləri dəyişir. Bu belə. Bax, bu oldu bizim birinci hissə, viruslar. Hamısını görürüz, bir açar sözü var. Yadda saxlamaq çətin deyil. Çətindir, amma bundan sonra çətin deyil. İndi biz danışacağıq antiviruslardan. İndi bizim linkimiz atır, istəmirəm dərs yarımçı qalsın. Elə indi atmağa yaxşı. Bura qədər dərsin birinci hissəsi olsun. Bundan sonra da ikinci hissəsi. Jalə buradadsa link atar, yoxsa da özümüz bitərik.